Salam, xoş gördük sizi əziz AHB televiziyasının dəyərli izləyiciləri. Biz bugün Azərbaycan Milli Elmlər Akademiyasının elmi kitabxanasındayıq. Bir neçə dəqiqə sonra burada tanınmış ictimai xadim Professor Valeh Hacıların 75 illiyinə həsr olunmuş anım günü tədbiri keçiriləcək. Valeh Hacılar Azərbaycan Gürcüstan mədəni əlaqələri inkişafındakı xidmətləri ilə yanaşı həm Azərbaycan mədəniyyətini, həm də Borçalı türklərinin mədəniyyətini bütün türk dünyasında tanıdan bizim çox dəyərli bir ziyalımız idi. Gəlin tədbiri birlikdə izləyək. Biz qərara gəldik ki, Soydaş İctimai Birliyi olaraq Bakı şəhərində də Valeh müəllimin tədbiri keçirilsin. Valeh müəllim bilirsiniz ki, Gürcüstan elmi, ədəbi, ictimai mühitində özünə məxsus yer qazanmış ziyalılarımızdandır. Onun əsərləri nəinki Gürcüstanda, eləcə də Türk dünyasında, xüsusilə də Azərbaycanda geniş yayılıb. Eyni zamanda onun ictimai fəaliyyəti də vardır. Çünki elmi fəaliyyəti ilə bağlı bizim burada görkəmli elm xadimləri iştirak edir. Onlar daha geniş yəqin danışacaq. İctimai fəaliyyəti də bilirsiniz, ilk dəfə 2001-ci ildə Dünya Azərbaycanlarının qurultayı keçirildi və Valeh müəllim qurultay nümayəndəsi olaraq çox geniş çıxış eləmişdi. Həm də Əlaqələndirmə Şurasının üzvü idi. Mən vaxtınızı çox almadan İstəyirəm ki, o videomuz var, ona bir 3-4 dəqiqə baxaq, sonra çıxışlara başlayarıq. Möhtərəm Cənab Prezident, dəyərli qurultay iştirakçıları, əziz soydaşlar. Gürcüstanın yarım milyonluq Azərbaycanlı əhalisi adından Dünya Azərbaycanlılarının birinci qurultayını salamlayıb, qurultay iştirakçılarına qarşıda duran məqsəd və vəzifələrin reallaşdırılması istiqamətində uğurlar diləyirəm. Bütün dünya Azərbaycanlılarını bir araya gətirəcək, Azərbaycanımızın bugün və gələcəyi naminə onların sarsılmaz birliyinə səbəb olacaq Dünya Azərbaycanlılarının birinci qurultayının Bakı şəhərində keçirilməsi hər şeydən öncə Azərbaycan Prezidenti Heydər Əliyev cənablarının yorulmadan və qətiyyətlə həyata keçirdiyi daxili və xarici siyasətin bəhrəsi və bariz təcəssümü kimi dəyərləndirilməlidir. Müstəqil Azərbaycanın çoxsaylı Azərbaycanlı diasporası və olduqca vacib əlaqələrinin yaranması tarixi zərurətdən meydana gələn tali yüklü məsələlərdən biridir. Azərbaycanın problemləri hər bir Azərbaycanlının problemləri olmaqla yanaşı, Azərbaycanın əldə etdiyi uğur və imkanlar hər bir Azərbaycanlının əldə etdiyi uğur və imkanlar olmalıdır. Odur ki, Dünya Azərbaycanlılarının birinci qurultayı, soydaşlarımızın gələcəkdə mütəşəkkil bir qüvvəyə çevrilməsi işində başlanğıc mərhələ kimi böyük əhəmiyyət daşıyır. Gürcüstan Azərbaycanlılarının toplum halında yaşadıkları Borçalı, Qarayazı, Başkeçid, Qaraçök və digər bölgələr Azərbaycanın mövcud sərhədlərindən kənarda olsa da, Azərbaycan etnik mədəni sisteminin önəmli bir tərkib hissəsi kimi özünün dil ləhcə özəllikləri, zəngin xalq ədəbiyyatı, təkrarsız aşıq sənəti və ana dilli təhsil ocaqları ilə milli mənəvi dəyər və sərvətlərimizi ləyaqətlə qoruyub yaşadan və inkişaf etdirən bölgələrdir. Biz həmişə Gürcüstanın dövlət maraq və mənafelerini müdafiə etməklə, öz vətəndaşlıq borcumuzu ödəməklə yanaşı, varlığımızda, ruhumuzda yaşayan mənəvi vətənimizi, Azərbaycanımızı heç zaman unutmamış, özümüzü ayrı təsəvvür etməmişik. Yaxın keçmişdə millətçi qüvvələr tərəfindən süni şəkildə yaradılan təzyiq və çətinliklərə mətanət və sinə gələn Gürcüstan Azərbaycanlıları o ağır illərin sınağından şərəflə çıxa bildi. Uzun illər yurttaşlarımıza rahatlıq verməyən bu gərginliyə 5 il öncə son qoyuldu. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin
1996-cı ildə Gürcüstana rəsmi tarixi səfəri Gürcüstan Azərbaycanlılarının həyatında əsaslı bir dönüş yarattı. Yaxşı yadımdadır. Cənab Prezident Bilisi şəhərində soydaşları ilə görüşdə belə bir ifadə işlətmişdir. Borçalı diyarı Gürcüstan üçün əziz olduğu kimi Azərbaycan üçün də əziz olmuşdur. Bugün də əzizdir. Mənim dostum Şevarnadze bugün çıxış edərək dedi ki, Gürcüstanda yaşayan Azərbaycanlılara o diaspor demək istəmir. Tamamilə düzgün deyil. Heç diaspor demək olmaz. Çünki bu kənardan gəlmiş Azərbaycanlılar deyil ki, onlara diaspor deyək. Onlar burada əsrlər boyu yaşamış, yaratmış Azərbaycanlılardır. Elə bil ki, bu çıxışı Valih bütün ömrü boyu qazanmışdı, ömrü boyu ona hazırlaşmışdı. Ona görə də burada dediyi cümlələrin hərəsinin 1-2 ton çəkisi var. Və burada onun sərgilədiyi düşüncələr bütövlükdə bizim bax, bugün Gürcüstanla bağlı, Gürcüstan Azərbaycanlıları ilə bağlı, ümumiyyətlə Azərbaycanın tarixi, coğrafiyası ilə, onun ifadə elədiyi kimi etnik mədəni sistemi ilə bağlı çox ağıllı və müdrik sözlərdir. Valih müəllimi mən çoxdan tanıyırdım. Həmişə də yaxşı dostluğumuz, yoldaşlığımız olub. Onun həm yüksək intellekti, həm təvazökarlığı, yüksək mədəniyyəti. Bax, bunlar imkan vermirdi ki, Valihlə bircə dəfə tanış olan, görüşən adam sonra ondan kənarda qalsın, ya ondan bir daha görüşməyə, söhbətə can atmasın. Amma çox ağır vaxtlar idi 90-cı illərin əvvəllərində. O zaman Ədəbiyyat qəzetində mən çalışırdım. O zaman da Zaqafqaziya ədəbiyyat qəzetlərinin bir forumu var idi. Deməli, Azərbaycandan ədəbiyyat və incəsənət, Ermənistandan Qrakan Tert, Gürcüstandan da Literaturuli Sakartvelo. Bax, bu üç qəzet ya Qazaxda, ya Ermənistanda, ya yaxın sərhəd rayonunda, ya da Gürcüstanda görüşürdülər baş redaktorlar. Onda da Nəriman Həsənzadə bizim baş redaktorumuz idi. Və sonra biraz gərginlik əmələ gəldi. Təbii ki, 90-cı illərin əvvəllərində daha o görüşlər olmadı. Yəni, 87-ci ildə deyəsən axırıncı dəfə Qazaxda görüş oldu. Sonra daha o görüşlər keçirilmədi. Amma nəysə hərdən bir gedib gəlirdik. Bir dəfə də Nəriman müəllim məni göndərdi ki, gedirsən Literaturuli Sakartvelo, daha Qrakan Tertlə münasibətlərimiz artıq təbii şəkildə pozulmuşdu. Gedirsən Elizbar Cavelidze ilə görüşürsən. O zaman o qəzetin baş redaktoru idi. Məşhur türkoloq idi, biz də onu yaxşı tanıyırdıq. Mövlana Cəlaləddin Rumidən, Yunus Əmrədən, Türk ədəbiyyatının mənbələri, kitabları var idi. Getdim, mən də tək getdim, düzdür, mən Tiflisi yaxşı tanıyırdım, amma daha indi elə belə də getmək olmazdı. Onda mən, bizim Telman Quliyev var, o zaman o da Arbeliyani adına institutda çalışırdı və Valih müəllim də orada yeni kafedra müdürü idi. Biz bir yerdə getdik Literaturuli Sakartvelo'nun redaksiyasına. Ki, əvvəldən danışılmışdı, orada Elizbar Cavelidze gözləyirdi öz işçiləri ilə, cavan işçiləri ilə. Təbii ki, o hələ o zaman da ağsaqqal adam idi və biz onunla ancaq belə ehtiramla söhbət eləyə bilərdik. Daha hər şeydən danışa bilməzdik. Amma onun şöbə müdürləri oradaydı. Valih müəllimdən də niyə xahiş eləmişdi? Onda özünün də getmək həvəsi var idi. Çünki o Azərbaycandan gələn hər bir qonaq üçün, Azərbaycandan gələn Gürcüstanla əlaqədar ola biləcək hər bir söhbət üçün özünü fərdi olaraq imtiyazlı hesab eləyirdi və məsuliyyət daşıyırdı. O da onun şəxsiyyətindən gələn bir məsələ idi və sonra mən əslində Telmanla getmək istəyirdim. Məlum oldu ki, Telman da Gürcü dilini elə mənim qədər bilir.
O da nəysə demək dedi ki, Valih müəllimsiz bizim işimiz aşmayacaq. Dedim, nə bilim, əgər gəlmək istəyirsə, nəysə getdik. Sonra məlum oldu ki, heç Valih müəllimə də ehtiyac olmadı əvvəl. Elizbar Cavelidzə çox gözəl türkcə danışırdı. Hətta bir xeyli şeirlər falan da dedi, gördü, heç bunun dediyini biz bilmirik. Nəsə çox gözəl görüş oldu orada Valih də yaxşı çıxış elədi, bir söhbət elədi və Elizbar da, Cavelidzə də Valihi təriflədi ki, yaxşı tədqiqatçıdır, yaxşı insandır, bizim ali məktəblərimizdir. O da adam tərifləyən döyüldü. İndiyənə qədər də onun xarakteri belə çox dərin bir, təbii ki, ziyalıdır. Və onda sonra dedi ki, mən bilirəm ki, mən yaşlı adamam, mən sizlə yoldaşlıq edə bilmərəm. Mənim bu şöbə müdürlərim var, bunlar daha ünsiyyətçildirlər. Onlarla siz gedin Kalakuri restoranında. Oturun, söhbəti orada davam elətdirin. Ondan sonra məlum oldu ki, artıq Valih müəllim bizə lazımdır. Çünki indi artıq gürcü dilini bilən lazım. Çünki o uşaqlar başqa dil bilmirdilər. Biraz Üngülvarı, Rusça falan, amma daha çox onların Valih müəllim tərcüməçiliyi elədi və biz təxminən gecə saat 3-ə qədər orada baş verən hadisələr, ədəbiyyatda gedən proseslər, ədəbiyyatın publisistikləşməsi, ədəbiyyatın tarixə marağının artması, ədəbiyyatın Rüstəm demetaforizasiyası, yəni artıq böyük klassik obrazlardan düşünmə imkanlarının itməsi, ədəbiyyatın həddindən artıq sosiallaşması. Bax, bu məsələ, onlar da çox savadlı, bilikli gənclər idilər və xeyli söhbət elədik. Və orada mən gördüm Valihin səviyyəsini. Həm yüksək mədəniyyətini, bir nəfərin arxasınca danışmaq, bir adamı tənqid eləmək, belə şey yox idi Valihdə. Mən bir də onu Arif Acalovda görmüşdüm. Yəni, o boyda düşüncə sahibinin mən hələ dilindən bir dəfə kimsə düz yazmır, kimsə nə bilim, belə eşitməmişdim. Hərdən bir laf hirslənəndə deyirdi ki, filan kəsin ədəbiyyata dəxli yoxdur. Yəni, çox konkretləşdirmirdi məsələni. Və Valih müəllim doğrudan o zaman Sulxan Sabarbelyani adına o pedaqoji universiteti adlanırdı. Onun Azərbaycan şöbəsinin gənc də olsa artıq lideri idi. Yəni orada bizim başqa tədqiqatçılarımız da çalışırdılar. Mədət Çobanov da orada çalışırdı. Telman da oradaydı. Başqa bir sıra tədqiqatçılar da var idi. Valih niyə daha çox tanınırdı? Ona görə ki, həm də şairliyi var idi. Həm də ədəbiyyatşünas idi. Adətən dilçilər çox geniş cəmiyyətdə məşhurlaşa bilmirlər. Dilçilərin məşğul olduğu sahə daha dar münasibətləri əhatə eləyir. Valih bu baxımdan daha şanslı idi. O zaman ictimai, siyasi proseslərdə o qədər də iştirak eləmirdi. Yəni, bəlkə də gəncliyindən irəli gəlirdi, bəlkə də düşünürdü ki, mən müəlliməm, ədəbiyyatçıyam, müəllim kimi özünü daha çox təsdiq edirdi, amma sonralar Valih Hacıyev, Valih Hacılar həqiqətən Borçalının simvoluna çevrildi. Həm gürcü dilini yaxşı bilməyinlə, həm deməli Azərbaycanı dərindən bilməyinlə, çünki Bakıda oxumuşdu, Rus dil Azərbaycan dili üzrə mütəxəssis idi. Eyni zamanda Valihin çox yaxşı mütaliəsi var idi. O mütaliəsi ilə bir yerdə Valih elə bil ki, bu xalqın bağrından qopmuşdu. Onun bütün etnoqrafik dəyərlərini, bütün o özünə məxsus və onu xalq eləyən cəhətlərini sadəcə kitabdan öyrənməmişdi. Onu bütün mahiyyətini, ruhunu bilirdi, yaxşı bilirdi, hiss eləyirdi. İntonasiya, onun danışığında da fikir versəniz, həmin o çox ciddi bir etnoqrafik, belə deyək, intonasiya var. O Gürcüstan Borçalıların çoxunda o elədi. Yəni,
o dil açmağına, məsələn bizim Tiflisdə böyüyüb ömrü boyu Həsən Həsənov böyük mütəxəssisdir, ciddi alimdir. Amma danışan elə bil ki, dünən sırağa gün gəlib Borçalıdan. Yəni Azərbaycanca danışığı həmin o xüsusiyyət. Valihdə də o intonasiyasında çox böyük səmimiyyət var idi. Düşüncəsində, mədəniyyətində, yəni o elə valih nə deyirdisə, 100 ölçüb bir biçib deyirdi və valihə etiraz eləmək mümkün deyildi. Mümkün deyildi. Özü də bilirdin ki, bu sözü deyirsə, bu fikri yazırsa, bu mülahizəni hardasa demək istəyirsə ki, bu mülahizə yayılsın, onun üzərində o illərlə düşünüb. Və orada nəyəsə etiraz eləmək, nəyəsə müzakirəyə çıxartmaq mümkün deyildi. Və bir də Borçalılar, məsələn, biraz deyək ki, bizim Abbas Abdullah rəhmətliyin şəxsində ya başqa Borçalıdan olan bizim çox görkəmli ziyalıların şəxsində onlar biraz çox diribaş olurlar, döyüşkən olurlar. Ondan sonra hətta yeri gələndə biraz da demək həqiqətin də fövqünə yüksəlməyi xoşlayırlar. Amma valih qoruyurdu, özünü qoruyurdumu bilmirəm, ya o yenə də deyim, o yüksək mədəniyyətinə irəli valih tarana getmirdi. Amma sözünü çox dəqiq, çox aydın və çox, belə deyim, məntiqli deyirdi. Və onun dediyi sözün arxasında tək özü yox, onun həmsöhbətləri də dayanmaq istəyirdi. Çünki o dərəcədə inandırırdı. O dərəcədə onun o danışığında xüsusiyyətlər, yazılarında xüsusiyyətlər vardı. 17 kitabı çıxıb. Bu çox ciddi bir hadisədir. Özü də o illərdə, deyək Mehralı bəydən yazanda, ya başqalarından yazanda, o illərdə elə bil ki, o dövrün ziddiyyətlərini, ağrılarını, Azərbaycanlıların problemlərini, Gürcüstana rəhbər təyin olunan insanların elə bir mühit yaratmasını ki, orada Azərbaycanlılar sıxışdırılsınlar, siz burada qonaqsınız, nə bilim, nə belə. Həm daxil Ermənistandan qovulma, Qərb Azərbaycandan analogiyası da var idi. Bu müəyyən qədər şirinlikləndirici bir şey idi. Və belə hallarda valih ona çox, belə deyim ki, qeyrətlə dözürdü və səsini uzatmadan öz həqiqətini bütün kəskinliyi ilə deyirdi. Mənim üçün həmişə çox xoşdur ki, mənim belə bir dostum olub. Yəni, bugün də o valihi bu dünyadan getmiş adam kimi xatırlamaq mümkün deyil. Çox canlı, çox belə deyim ki, yəni bütün o intelligentliyi, elitarlığı, o aristokratik görünüşü, hər şeydən valih bizim gözümüzün qabağındadır. Bir də nə yaxşı ki, onun oğlu Fəxri var. Fəxri də eyni ilə. Atası kimi, bax belə təmkinli, ağır. Kim nə qədər hirslənsin, Fəxrin hirslənmə imkanı yoxdur. Diqqətlə qulaq açacaq, sakitcə sözünü deyəcək. Eşidirsən eşit, eşitmirsən eşitmə. Yəni bu mənada valihi Fəxri davam elətdirir. Özdə yaxşı davam elətdirir. Allah rəhmət eləsin və təbiidir ki, sizin hamınıza da sizin işinizdir, görürsünüz də, buna minnətdarlıq bəlkə də lazım deyil. Amma valihi xatırlamaq, tez-tez xatırlamaq çox vacibdir. Çünki onda elə bil ki, bu valih üçün bəlkə də o qədər əhəmiyyəti yoxdur, amma bizim üçün onun əhəmiyyəti var. Biz valihdən hələ çox öyrənməliyik. Çox sağ olun, var olun. Bəlkə də Tiflis ədəbi mühiti, mədəni mühiti, sosial mühiti onu inanıram ki, o irsiyyətdən də gələn bir məsələ olmalıdır və o daxiləndə kübar bir alim idi. Kübar bir alim idi, danışığında, nitqində, mənim yaddaşımda onun obrazı əbədi olaraq belə qalıbdır. Təbii ki, mən həm də onun, özüm də bir tədqiqatçı kimi onun da araşdırmalarını oxumuşam və hətta kitabını da mənə hədiyyə veribdi, imzasıyla evdə durur. Və bu kitab mənim stolüstü kitablarımdan biridir. Gürcüstan türklərinin folklor ənənəsi təxminən sistemli şəkildə öyrənibdir. Valih müəllimi
başqa folklorşünaslıqdan fərqləndirən və üstün cəhəti də nə idi? O yalnız toplamaq işinlə, yəni bu folklorşünasın birbaşa işidir. Yəni birbaşa təmasda olması, canlı folklor daşıyıcısıyla, folklor mətnlə təmasda olmaq bunun funksiyasıdır. Bu həm toplayıcı idi və Gürcüstanın qeyri-türklər yaşayan areallarına da, bölgələrinə də gedib oradan mətnlər toplayıbdı və o araşdırmalarında da əksini tapıbdı. Yəni onu nəzəri dövrəyə buraxıbdı və üstəgəl Valeh müəllim həm də əlyazmalarla, yəni gürcülərin, indi ermənilərə bəlkə də əlimiz çatmır, o Tiflis mühitində idi, gürcülərin cünklərini, bəyazlarını, yəni gürcü əlyazmalarının içində Azərbaycan türklərinin folklor mətnləri yatır və onları gedib gürcü dilində oxuyub, onları işığa gətirmək, bu hər folklorşünasının taleyinə düşən və alimlik taleyinə düşən nəsib olan bir məsələdir. Ona görə də mən düşünürəm ki, Valeh müəllim son dərəcə unikal bir, peşəkar bir folklorşünas idi. Həm də onun folklor o kitablarını oxuyanda nəyi çox belə, ona görə deyirəm ki, stol üstü kitabıdır. Birincisi, o mətnlər, xüsusən də Gürcülər, ermənilər, Yunanlar arasında, yəni Qafqazda yaşayan Yunanlar arasında Azərbaycan folklorunun yayılması, aşıq sənətin yayılması, xüsusən də məni bir Valeh müəllimin kitabında bir nöqtə də fikrimi, diqqətimi çəkir. O da bu xalqların bizim xalq mahnılarımızı yazıya almasıdır. Yəni bu, bilirsinizmi, musiqi xalqın mənəviyyatın ruhunu ifadə edən, hamısı, bütün janrlar ifadə edən, ancaq musiqi xüsusən elə bir janrdır ki, onun xalqın içinin havasıdır da bu, içinin havası, ruhunun havasıdır, onu dillə ya da yazıya almaq da çətindir. Görün, bu ermənilər və gürcülər, Yunanlar, Qafqazda, indi mən Abxazlardan xəbərim yoxdur, biraz deyəsən uzaqdılar. Onların bizim xalq mahnılarımızı, bayatlarımızı, yəni bizim folklorun üzərindən bizim dilimizi mənimsəmələri, bu yalnız folklorşünaslıq məsələsi deyil, bu kulturoloji hadisədir. Yəni geniş kulturoloji bir araşdırma, etnokulturoloji bir hadisədir ki, həm bizim xalqın mənəviyyatının Cənubi Qafqazda dominantlığını göstərir, dilinin dominantlığını göstərir. Yəni biz heç kimə zülm eləmədən folklorun üzərindən bizim möhtəşəm xalq yaradıcılığımız üzərindən onu deməli ətraf xalqlara yaya bilirik. Onun araşdırmalarında bir diqqətimi çəkən və istəyərdim ki, elə bir-iki cümlədə o haqda danışam. Valeh müəllim Koroğlu dastanının Qafqazda belə deyər, indiki dəbdə terminində isə resepsiyasını, yayılmasını, mənimsənilməsini toxunur və düz də eləyir. Hətta bu nəzəri metodoloji cəhətdən də doğru yanaşmadır. Çünki biz öyrəşmişik, bizim araşdırmaların 99%-i Koroğlu gedirik Sibirdən 6 ay, nə bilim, Çin, hamısına paralellər aparırıq. Ancaq unuduruq ki, bu Koroğlu, Azərbaycan Koroğlusu, Aşıq Koroğlusu Qafqazda bizim aşıqların hesabına yayılıbdır. Deməli, paralelləri də Koroğlu baxın, axtarmaq, o motivlər sistemini bərpa eləmək və s. Bu çox düzgün yanaşmadır. Mən deməli bir məsələni də toxunmaq istəyirdim ki, Valeh müəllim toplayıcılığını görəndə, yəni o respondentə deyək də, yəni o folklor danışan adamı, folklor mətn danışan adam onun üçün həm də yalnız toplayıcı, respondent deyildi, həm də folklorun personajıydı. Folklorun personajıydı və onun bir şeirini mən incə qeyd elədim burada, son bəndlərini ki, o da hiss olunur ki, məsələn, Gəlmə Gövhər adında, əgər səhv eləmirsəm, şeir belədir. Yəni,
xalqın içində olan adamın, xalqın içində olan adamların obrazlarını da şeirə, ədəbiyyata gətirmək, yəni özdə folklor ruhunda gətirmək. Mən 3 bəndini oxusam, əgər icazə versəniz oxuyardım. Gəlmə bayram, gəlmə səfər, gəlmə əsəd, gəlmə gövhər, gəlmələr gözdən itdilər uzun yollarda. Günəş batıb, qaş qaralıb, illər ötüb, vaxt daralıb, fikrin Al-Osmanda qalıb, özün yollarda. 70'in dağlar döşündə, 80'in bulaq başında, 90'ın qaya qaşında, 100'ün yollarda. Hətta mən onun bir neçə şeirlərinə də baxdım, gördüm ki, şeirlərin çoxu Mötərizdə də yazıb şərqi, yəni mahnı, xalq mahnısı. Görünür o aşıqların musiqisini, şeirə mahnı, o şeirlərin də ritmini də, öz şeirlərin ritmi də həmən xalq, bizim xalqımızın havaları üzərindədir. Və sonda yadımda qalan bir şey də çox xoşuma gəldi onun kitabında və onu da deyib yekunlaşdırmaq istəyərdim. Bilirsiniz ki, Polonski vaxtilə də Bakı xanımın sətir tərcüməsindən Tatar nəğməsi adlı bir mahnı bəstəyi və bunun da mənbəyini axtarırlar ki, bu hansı xalq mahnısıdır ki, Azərbaycanlılardan götürülüb. Çox qəribə, yenə deyirəm, fikrimin qalında ki, bizim mahnıları da görün, gəlmələr də hiss olunub və onu həmişə tərcümə eləmək istəyiblər, onu stilizasiya eləmək istəyiblər və Valeh müəllim doğrudan da axtarışları əsasında, o gürcü mənbələri əsasında o mahnının orijinalını tapıb, bəlkə üst-üstə, yəni tərcümə ilə qoyanda belə müqayisəli tərcümə, 100% belə deməli üst-üstə düşürdü. Folklor Valeh müəllim mənim nəzərimdə yenə deyirəm, onun alim kimi portreti də belə sonra xalqını sevən, əks təqdirdə o alim ola bilməz, folklorşünas ola bilməz. Alim, xalqını sevən, böyük bir alim kimi, böyük bir şəxsiyyət kimi yadında qalıb. Allah ona rəhmət eləsin. Sağ olun. Çox mürəkkəb bir mərhələsi idi. Qərb Azərbaycanlılar, Borçalılar, digər və s. bu hadisə Azərbaycanın özündə baş verən proseslər, Qarabağda baş verən proseslər. Bu istər-istəməz düşünməyi bacaran hər bir Azərbaycanlıyı sövq edirdi ki, bir milli mübarizəyə qoşulsun. Əslində, Valeh Hacıların düşüncələri oradan yaranırdı. Xüsusən böyründə, belə böyür deyirik də, yəni yanında olan bu demək, Qərb Azərbaycanlılar, Borçalıya bitişik ərazi, orada baş verən faciələr əlbəttə ki, nəticə itibarilə həm Borçalını bir ev sahibinə çevirirdi, Qərb Azərbaycanlıların bir hissəsi gəlirdi Borçalıya, elə bugün də hələ orada qalmaqdadılar. Amma eyni zamanda həm də Borçalıların özlərinin öz talelərindən bir narahatlıq yaradırdı. Məncə, burada artıq biz Valeh Hacıların folklorşünas kimliyindən daha çox bir onun ziyalı və sosiolog kimliyini axtara bilərik. Əgər əsərlərlə də diqqət edilən məsələlər özünü göstərir. Bir yeni hüquqi kontekstdə, yəni müstəqil Gürcüstan dövləti kontekstində yeni bir Azərbaycanlı, Borçalı Azərbaycanlısı rol modeli yaratmağa çalışırdı. Həm də hüquqi kontekstdə dediyim kimi, çünki yeni mərhələ, yeni kimliyi zəruri edirdi. Bu, əlbəttə ki, artıq Sovet dövründə Gürcüstanda yaşayan Azərbaycanlı, Borçalı Azərbaycanlısına, Borçalı türkündən fərqlənən bir Borçalı türkü olmalıydı. Axtarışlar mənə elə gəlir bundan ibarət idi. Ona görə də Valeh Hacılar ön plana nəyi qoyurdu? Dili və şifahi yaddaş, el yaddaşı yazır. Əslində o el yaddaş dediyi bu şifahi yaddaşımızdır. Yəni şifahi yaddaş milli kimliyin, tarixi yaddaş milli kimliyin özüdür və dil yoxdursa, Valeh Hacılar deyirdi ki, millətdə yoxdur. Əlbəttə ki, bu məlum fikirdir. Amma yenə də o dövrdə bu çox aktual görünürdü. Mənə elə gəlir ki, bax, bu folklora dönmək, kökləri axtarmaq da buradan bir alim tədqiqatçı kimi buradan irəli gəlirdi və demək, şifahi xalq ədəbiyyatı, biz şifahi ənənədən və şifahi tarixdən gələn xalq belə qəbul olunur. Amma mənə elə gəlir ki, bu o qədər də doğru fikir deyil. Bəlkə də dünyanın ən qədim tarix, yazılı tarixindən gələn xalqıq indi akademikin yanında, hüzurunda
cəsarətli fikir səslənir, amma bir buna da baxmaq lazımdır. En güzel sözü siz dediniz. Hakikaten o yeni Azerbaycanlı Obrazı yaratmağa çalışır. Mənə elə gəlir ki, Nizam müəllim, Valeh Hacılar bugünkü Gürcistan Azərbaycanlılarını görsə sevinərdi. Məncə artıq onun görmək istədiyi o rol model, sosial Azərbaycan var, dil bilirlər, hüquqlarını bilirlər, Gürcistan ictimai həyatında fəal rol oynayırlar və s. Məncə, bax, elə nəticəyə biraz tez gəldik. Elə Valeh Hacılının da bu prosesdə mühüm rolu olubdur, əsərlərinlə yazılar. İkinci məsələ, deməli, aşıq və demək, şifahi xalq ədəbiyyatı yaradıcılığı və etnoqrafik axtarışlar, məsələn, etnoloji hətta axtarışlar, Qarapapaq və Tərəkəmələr adlı kitabında Valeh Hacıların. Bax, Qarapapaqlar və Tərəkəmələr. Çox təəssüf ki, bunun dərinliyinə biz vara bilmirik. Qarapapaq, Tərəkəmə və əgər bu hadisənin, bu etnomədəni qrupun xalqımızın içərisində, etnogenezisində iştirak edən Qarapapaqlar, Tərəkəmələr, bu vahid bir şəcərə ilə Uyğurlardan, Hunlardan bəri gələn bir qanaddır. Bütövlükdə Qarapapaqlar, Uyğurlar kimi Hunların şərq qanadıdır. Hunlar da rəsmi qəbul etdiyimiz türk tarixini, amma bizim daha çox Urmiyadan başladığımız o tarixdən gəlir. Məsələn, Hunların şərq qanadı Uyğurlar oldu, onlar sonra Qaraxanilər dövlətini qurdular. Onların, Qarapapaqların bir qismi Qarakalpaqlar kimi bugün Özbəkistandadılar. Kalpak da elə papaq deməkdir, elə bizim ləhcədə bizə bənzər də həyat tərzləri var. Bir qismi bu Qırğızstanla sərhəd olan Özbəkistandadır. Bir qismi gəldi Xivə Oğuzları dediyimiz Qarapapaqlar. Bax, burada tərəkəmə sözü buradan yarandı. Əbülqazi Bahadır xan Şəcərə-i Tərəkəmə yazdıranda bizə avtomatik olaraq həm də tərəkəmə dedilər. Bizə deyəndə mən də Qarapapaq olduğuma görə bu sözü üstümə götürürəm. Yəni, bizə həm də tərəkəmə Qarapapaq dedilər. Onlar da görürsünüz, biz özümüzdə Qarapapaq deyəndə ürəyimiz soymur, həm də tərəkəmə Qarapapaq deyirik. Çünki həm də biz Əbülqazi Bahadır xanın o Şəcərə-i Tərəkəmədə olan həmən tərəkəmələri yaxı biz, türkmənlərik, yəni cəm şəkildə ifadə eləsək. Əslində, bu da bizim tarixi yaddaşımızın bir hissəsidir. Valeh Hacılar həm də bunu yazmağa çalışırdı. Ayrı bir məsələ, deməli, Arbelyanilər məsələsi və dil məsələsi, folklorun, Gürcü folklorunun dərinliyi türk folklorudur, Azərbaycan folklorudur. Arbelyanilər və Oxtarlar Atilla'nın qardaşı Barsın evlatlarıdır. Oxtarla və demək Ərbilgə, Arbelyanlar olacaq sonra. Oxtar gəlir, Zəngəzurda Oxtar çarlığını qurur, Qafan, baş, Qafan, Oxtar. Azərbaycanda bir oxtar sözü var, bir oxçu sözü var. Oxçu ox atandır, oxtar ox düzəldəndir. Oxtar sözü oradan gəlir. Ərbil isə gedir Gürcistandakı deməli Maksimusdan qalan Roma kolonlarını birləşdirir və yerli tayfaları oradan gələn Hunlarla bərabər orada Arbelyani çarlığını yaradır. Yəni Gürcistan elitar dövlətçiliyi buradan yaranır. Ərbil sonra Arbelyani. Məsələn, necə bayaq Nizam müəllim getdiyi restoranın adı dedi, Kalakuri. Nədir Kalakuri? Qalakür. Qalakuri. Cibə nə deyirlər? Cib, cibi. Xalq, xalqi. Bacanaq, bacanaxi. Bunu elə hamısı bizə iyi qaldı ki, qalan hamısı. Yəni, əslində axtarsaq bu dərinlikdə Tiflisu, Tiflisi və s. Akalkala, akalkalaki İdən başqa bir şey görürsünüz, olmur. Ona görə də Akalkalaki ilə bizim aramız 20 kilometrdir. Ağbaba, Amasya rayonu biz gedib gəlirdik, kartof getməyə gedilir. Yəni, o coğrafiya mənə doğum olduğuna görə və o sözlər, o ləhcə, o danış, mən həmişə Valeh müəllimi izləyirdim və onun irsi də, bax, bunları, bugün bizə bu söhbətləri eləməyə imkan yaradırsa, demək belə. Mən çox danışmadan, hörmətli Nizam müəllim, istəyirəm bir təklifimi bildirim. Yəni, bugün Valeh Hacıların fikirləri yenə də aktualdır, amma hansı kontekstdə aktualdır? Bugün
Azərbaycanda da, öz vətənimiz Azərbaycanda da, Gürcüstanda da dini kimlik olsa yerə dərd yarı idi, məzhəb kimliyini milli kimliyin üstünə qoymağa çalışırlar. Mənə elə gəlir ki, bax bugün elə bax bu bizim Elmlər Akademiyasında Valeh Hacının etnomədəni baxışları və yaxud etnosiyasi baxışları alıb bir dissertasiya yazıb, ondan xülasə çıxartmaq lazımdır ki, Borçalı Azərbaycanlısı kimdir və kim olmalıdır daha çox. Və hər bir Borçalı türkünün solosu kitabına çevrilməlidir. Ümid edirəm ki, burada çox hörmətli alimlərimiz var. Hamısının yanına doktorantlar gəlir, dissertantlar gəlir, yaxşı qabiliyyətli və əslən Gürcüstanda olsa daha yaxşı olar, əslən Borçalıda olsa daha yaxşı olar ki, o mühiti də bilir. Bax, belə bir maraqlı bir, hətta bu, Aqil müəllim, bax, dini komitə ilə o gün biz nə tədbir keçirdik Naxçıvanda? Bütün Gürcüstandan gələn möminlərimiz, doğrudurmu? Məzhəbindən, Türkiyədən gələn bütün möminlərimiz, Ardahandan Ərzuruma qədər, Qarsa qədər hamısı düzdürmü? Və Azərbaycandan gələn möminlərimiz. Orada möhtəşəm bir konferans keçirildi. Biz orada Gürcüstandan gələn, o bölünmüş, bölünməkdə olan ya da bölünmək istənilən o din xadimləri, imamlar deyirik, onlarla maraqlı söhbətlərimiz oldu. May ayının 3-ü idi, Nizam müəllim. Naxçıvanda bir konferans keçirilirdi. Məncə, bax, elə bütün bu suallar, cavabını tapan bu sualları da elə laf Valeh Hacıların 70 illik yubileyi münasibəti ilə bir onun təqdimatını da keçirdək ilin sonuna qədər və onu da Gürcüstanda da təqdim edək. Hər bir Borçalı türkünün üstolusu kitabı olsun. Diqqətinizə görə sağ olun. Çox maraqlı təşkil. Az da olsa Valeh müəllimin yaradıcılığından xəbərdaram. Biraz əvvəl bizim hörmətli millət vəkilimiz Hikmət müəllim qeyd elədi. Valeh müəllim Azərbaycanlılar üçün, Borçalı Azərbaycanlılar üçün, bütövlükdə Gürcüstan türkləri üçün mən deyərdim, bir rol modeli insan təqdim edib və onun yaradıcılığında da biz bunu görürük. Valeh müəllim bir tərəfdən Gürcüstan Azərbaycanlılarına tarixi yaddaşlarını xatırladırdı, tarixi qəhrəmanlarını xatırladırdı. Məsələn, Mehralı bəy ilə əlaqəli onun yazdığı əsər fundamental bir əsərdir. Onu qeyd edim ki, Mehralı bəy çox təəssüf ki, Azərbaycanda çox tanınmır. Hətta mən deyərdim, Gürcüstan Azərbaycanlıları arasında da o qədər tanınmır, nəinki Türkiyədə. Sivasdan tutmuş Amasyaya qədər, Amasyadan Qarsa qədər, oradakı bütün o qara papaqlar arasında Mehralı bəy böyük bir qəhrəman kimi, igid övlad kimi tanınır və Osmanlı dövründə də çox önəmli rollar olubdur. Hamidiyə alayların qurulmasında, ta Yəmənə qədər gedib çıxmış böyük bir komandan olubdur. Və Mehralı bəy haqqında ən fundamental əsəri məhz Valeh müəllim yazmışdı. Bundan əlavə Valeh müəllimin tədqiqatlarında təkcə Azərbaycanlılar, Gürcüstanda yaşayan Azərbaycanlıların həyatı, onların ədəbiyyatı, onların dilçilik fəaliyyətləri rol oynamırdı. Eyni zamanda bütövlükdə Gürcüstanda türklüyü araşdırırdı. Məsələn, səhv eləmirəmsə Rüstəm müəllim vurğuladı biraz əvvəl. Gürcüstanda bildiyiniz kimi Gürcülər olubdu, amma Azərbaycanca yazıblar, türkçə yazıblar. Eyni zamanda orada Aysorlar olubdu, aşıq olubdu bunlar. Bunlar Azərbaycan türkçəsində yazıblar və ya Axıska türkçəsində yazıblar. Həmçinin orada Yunanlar olub, bunlar da eyni şəkildə Türkiyə türkçəsində və ya Azərbaycan türkçəsində yazıblar, yaradıblar və onların ədəbiyyatını da məhz Valeh müəllim araşdırıbdı. Onları da bizə təqdim edibdi fundamental əsərlərində. Şəxsən mən Xəstə Həsəni, Axıl Kələkli Xəstə Həsənin haqqında məlumatı ilk dəfə Valeh müəllimdən təfərrüatlı şəkildə oxumuşdum, onun əsərindən oxumuşdum. Və bu da onu göstərir ki, Valeh müəllim Gürcüstanda, Tiflisdə, Gürcüstan elmi mühitində kiçik bir Azərbaycan qurmağı bacarmışdı. Əslində, o kiçik bir Azərbaycan o elmi mühitində idi, amma onun o kiçik Azərbaycanı eyni zamanda böyük Azərbaycanın təbliği idi. Eyni zamanda böyük Türk dünyasının təbliği idi. Və belə mən başa düşürəm ki, Valeh müəllimin nümunəsini biz bugün çox daha aktual şəkildə, aktiv şəkildə daha doğrusu təbliğ eləməliyik. Biraz əvvəl hörmətli millət vəkilimiz qeyd elədi. Düzdür, bu çox geniş kütlələrə yayılan bir hadisə deyil. Amma çox təəssüf ki, bugün Borçalının özündə də məzhəbi kimliyi, milli kimliyin üstündə görən qüvvələr var. Əlbəttə ki, bunlar kənardan maliyyələşən qüvvələrdir. Kənardan arxaları başqa yerlərdən gəlmədi. Ancaq bizə Valeh müəllim kimi nümunələri təqdim eləmək qalır ki, əsl Borçalı türk kimliyini bunlar təmsil edirlər. Belə insanlar təmsil edirlər. Mehralı bəylər təmsil edir, Valeh müəllimlər təmsil edir. Bizim hörmətli Borçalı ziyalılarımız təmsil edir. Və burada da biz İlahiyyat İnstitutu olaraq üzərimizə düşən vəzifəni yerinə yetirməyə hazırıq və belə başa düşürəm ki, bundan sonra da biz bu
məsələ ilə əlaqəli tədbirlərimiz olacaq və hörmətli millət vəkilimiz də qeyd elədiyi kimi biz bu nümunələri insanlara təqdim edəcəyik. Mən hər birinizə öz təşəkkürümü bildirirəm. Allah Valeh müəllimə rəhmət eləsin və xoşdur ki, Valeh müəllimin yolunu bugün onun övladı Fəxri müəllim davam elətdirir və belə bir övlad qoyub getdiyinə görə də ona bir daha rəhmət diləyirəm. Sağ olun. Buraya yığışanlar Valeh hacıları tanıyan, onun saygısı olan insanlardır. Mən də şəxsən onunla bir neçə dəfə görüşdüm. Kəşke o bir neçə dəfə sözünü çox görüşdüm deyə əvəz edə bilərdim, amma olmadı. Hər dəfə Bakıya gələndə, o vaxt mən Xəzər Universitetində işləyirdim, gəlirdi ora və bu şəxsiyyəti o söhbətlər zamanı həqiqətən mən çox sevdim. Həqiqətən çox simpatik bir adam idi. Öz təmkinindən, səmimiyyətindən və içində bir Borçalı yanğısı var idi. Amma onu mənim kimi həyəcanla ifadə eləmirdi. Çox sakit, belə həlim təbiətli bir adam idi. Fikirləri amma o həlimliyə filan baxmayaraq fikirləri çox qəti idi, sərrast idi və Allah rəhmət eləsin, mən onu çox sevdim. Bir alim idi. Özündən deməyən, yenə də sakit təbiətindən, o məntiqinlə söhbətə davam edən bir şəxs idi, folklorçuydu. Folklor da çox önəmli bir sahədir. Millətin varlığını müəyyən edən səbəblərdən birisidir. Folklor həmişə Sovet dövründə biraz ikinci, üçüncü deməli, o dərəcəli iş kimi baxılıb və müstəqillik dövründə yarandı da Folklor İnstitutu. Və bugün də hesab edirəm ki, bu sahədə hələ çox görüləsi işlərimiz var. Tək burada deyil, Güney Azərbaycanda, Türk dünyasında, o cümlədən Azərbaycan Respublikası sərhədləri xaricində olan bizim yurtlarımızda, ellərimizdə. Və folklorçu kimi mənim o çox diqqətimi çəkirdi. Üçüncü bir xüsusiyyəti rəhmətli Valeh hacıların oydu ki, o baxın pedaqoq idi, dərs deyirdi də və indi mən bura bir qeyd yazdım, onu demək istəyirəm, sağ olsaydı bu gün haray çəkərdi, deyərdi ki, ay cəmaat, bax oturub danışırsınız, məni yad edirsiniz, sağ olun, amma Borçalıda təhsil məsələsi bərbaddır, çox pisdir. Biz orada Azərbaycan təhsil sistemi ölür, son nəfəsini çəkir. 5-ci türkçülük çalışmalarında bizim bir məruzəçimiz çıxış elədi. Valla türklərimiz biz oldu. Yəni araşdırmanın nəticələrini gəldi, təqdim elədi. Doktor Aygül İsayeva. Son xəbəri də deyim. Qərar veriblər. Deyirlər ki, bir nəfər belə gürcü yaşamayan kənddə belə deməli məktəbin gürcü bölməsi yaransın. Adətən elə olur. Adətən elə olur. Yəni burada məzhəb kimliyinin, milli kimliyin üstə qoyulması və bu da çox təhlükəli bir şeydir. Bu İrançı tiplər də bunu heç olmasa qafalarına soxsunlar. Həqiqətən çox təhlükəli bir orada durum yaranır, bu məzhəb, din filan məsələ. Amma bundan daha önəmlisi təhsil sisteminin, yəni milli təhsil sisteminin orada son nəfəsini yaşatmasıdır. Məncə bir daha təkrar olaraq deyirəm, Valeh müəllim sağ olsaydı haray çəkərdi, deyərdi ki, nə olar buna fikir verir. Bir də həqiqətdirmi, orada Azərbaycan bölməsinə rəhbərlik edirdi, o bağlanıb. Yoxdur. Yəni, baxın, biz orada etnik varlığımızdan danışırıq. Əlbəttə danışmalıyıq. Amma ziyalı varlığımızdan da bir danışırıq. Orada Borçalı əhli Gürcü bazarları üçün pomidor, xiyar becərən əhaliyə dönməməlidir. Və çox sürətlə də doğru gedir. Və Valeh hacılar da bizim oradaki ziyalı varlığımızı təmsil edən nadir şəxslərdən birisiydi.
Heyf ki tez tərk elədi. Ben valla Borçalı meselesinde ve Borçalı'nın hakikaten o sevilen güzel insanlarından birisiydi. Ama meseleler o kadar çoktu ki. Sağ olsaydı onların hamısından danışardı, bir sıralayardı. Deyərdi, bak bu var. Sen bunu görmürsən. Ama bu da var. Ve onu da diyeyim, çıkışta da gördük. Azerbaycan Gürcistan dostluğunun çok qəti tərəfdarlarından birisiydi. Ve sözümün sonunda bir müsbət bir notla qutarmaq istəyirəm. Ne yaxşı ki, oğlu var, Fəxri Hacılar var. Fəxri Hacılar da onun yolunu davam edir. Fəxri Hacılar da salam olsun. Sağ olun. Ki millətin folklorunu bilmirsə, mən inanmıram ki, o millətini yaxşı tanıyır və yaxşı sevir. Millətin folkloruyla tanış olmayan adamın milliliyinə də mənim hardasa şübhəm var. Yəni, seçdiyi yolun özü o qədər işıqlı, nurluydu ki, o bölgənin bir sevilmişinə çevrilmişdi. Bizim daş yaddaşlarımızı vərəqləyən və dediyiniz alimlərimiz onun elmi fəaliyyətindən çox təşəkkür edirəm. Amma ilk dəfə Borçalıda Qoç abidələrinin, Qarapapaq adının, Borçalı adının özünün köklünün araşdırılması, meydana gəlməsi, Gürcü elitasına, Gürcü dildə təqdim olunması, onların da qəbul edilməsinə nail olunmasını Valih müəllim təşkil edir. Burada qeyd olundu, Valih müəllimin xarakterində, hərəkətlərində inqilabçılıq yox, davakarlıq yox idi. Elmin diskussiya var idi və bu diskussiya yolundan fikirlərini çox aydın şəkildə qarşı tərəfə qəbul etdirməyi bacarırdı. Bu çox önəmli bir məsələdir. Məsələn, Borçalı aşıqlarının yaradıcılığı, onların oxuduqları havacatları, Gürcü dilinə bunun tərcüməsi və Gürcülərin bizim aşıq havalarını mənimsəməyi oxumağını, bunu ilk dəfə Valih müəllim yazdı. Bu da çox böyük şeydir. Yəni, oradakı xalqı, milləti tanımaq üçün onun mənəviyyatını, folklorunu, ədəbiyyatını, onun mənəvi dünyasını bələd olub, ondan sonra onun haqqında fikir yürüdə bilərlər. Yəni, bizim xalqı, siz deyən kimi, hörmətli professorumuz, yəni, təsərrüfat adam kimi deyil, bazar adamı kimi tanımaq lazım deyildi. Həmin torpaqlar akademiklər yetişmiş insanlardır, elm xadimləri yetişmiş insanlardır, Cumhuriyyəti quran insanları yetişmiş bir diyardır. Valih müəllim bunları üzərə çıxartdı. Və burada yenə deyirəm, ola bilər ki, Borçalı məktəbinin, Borçalı dünyasının, o folklor dünyasının o zənginliyi, mənəvi zənginliyi Valih müəllimi sözün həqqi mənasında valih eləmişdir, cəlb eləmişdir. Və o dünyanın Valih müəllim çox belə parlaq bir şəkildə açıb göstərməyi bacardı. Onun həm şeirlərində, həm yazılarında, hekayə. Məsələn, onun bir yazısı vardı, deməli, Həşənin ocağı. Bizdə də, bizim kənddə də belə bir ocaq var. İndiyə qədər də ocaqlı deyirlər oraya. Kəndlərdə bir-birinə bənzər hekayələr, fantastik deməli, nə bilim, rəvayətlər vardı. Onların birini qələmə alıb, mən elə bilirəm ki, bizim kənddəkini yazır. Bir kasıb adam arvadı gedib, uşaqları saxlaya bilmir, gedir hər səhər 5-də gedir, 5 dənə maral gəlir, onu sağır gətirir falan. Bunlar uşaqları saxlayır, yoldaşı baxır ki, bu hara gedir falan, bunu izləyir, səhər tezdən baxır ki, marallar sıraya düzülüb, bu sağır gətirir. Kişiyi görəndə marallar qaçır, sonra deyir ki, haq gəldin, baxdı, səni gördün də bunlar gəlməyəcək. Bu bir qismət idi, sən qisməti qaçırdı. Eyni hadisə bizim kənddə də var. Yəni, Borçalı dünyasında bu mənəvi zənginliyi Valih müəllim qədər çox parlaq şəkildə açıb göstərən çox nadir adamlarımız var, bəlkə də yoxdur. İkinci bir məsələni demək istəyirəm. Valih müəllimin parlaqlığı həm alim kimi, həm ziyalı kimi, həm vətəndaş kimi çox acınacaqlı bir dövrə təsadüf edir. Yəni, sözün həqqi mənasında köçün başladığı bir dövrə təsadüf edir. Çox təəssüf edirəm ki, Ermənistandan bizim əhalimizin çox böyük belə tarixi qədim diyarımızdan qovulması prosesindən üst-üstə düşdüyünə görə Gürcüstandakı köç kölgədə qaldı.
o qədər araşdırılmadı, öyrənilmədi. Çünki biz Ermənistandan gələn böyük köç karvanının baskısı altında qaldıq, o qədər fikir vermədik. Amma Gürcüstanda da çox ciddi şəkildə və mən deyərdim ki, dövlət siyasəti şəkildə bu həyata keçirilirdi. Məsələn, mən olduğum Bornis rayonunda camadı dövlət çıxartdı. Ayrı arxaz çıxartmadı. Gəldi, evinin pulunu verdi. Dedi ki, sənin evin pulu 5 manat da 6 manat verəm, çıx ki, sənin təhlükəsizliyə mən təminat vermirəm. Sonra da evi kim istəyir ona verdilər. Yəni, Qamşaxur da hakimiyyəti bunu elədi. Bu, dövlət səviyyəsində əhalinin deportasiya, belə deyək də, çıxarılmasıydı. Həmin dövrdə əhalinin ən çox ziyalılara ehtiyacı var idi. Söz deyən, olunan mənzərəni görən, onu işıqlandıran, bax, həmin dövrdə Valeh müəllimin təkcə Gürcüstanda yaşamağı və məclislərdə Gürcü dilində, Azərbaycan dilində çıxış eləməyi deməyi mənə belə gəlir ki, çox böyük bir vətəndaşlıqdır. Çox bir vətəndaş obrazının təcəssümüdür. Valeh müəllim necə də oradan gəlmədi və qaldı orada. İndi televizorda baxıram, bəzi Azərbaycanın kəndlərində də verirlər, filan kənd boşaldı, 170 ev olan kənd boşalır, filan bu. Adam acanası bilir. Hansı kənd, hansı oba, hansı diyar boşalır? Ora boşalır ki, oranı ziyalılar birinci tərk edir. Ora yol göstərəni qalmır, olmur. O yollar boşalır. Bax, söhbət onu bu məqama gələndə yenə Valeh müəllimin çox böyük bir obrazını görürük ki, onun orada yaşamağı, onun orada varlığı bizim bütün Azərbaycanlıların ən böyük bir obrazı idi. Gürcü elitası bunu belə qəbul eləmişdi ki, həqiqətən həm elmiliyi həm savadınla, həm insanlığınla, həm yanaşma tərzindən çox ali idi, çox yüksək idi. Ona görə mən hesab edirəm ki, bu gün bizim orada yerimizdə, yurdumuzda, öz ata-baba yurdumuza sahib çıxmağımızda Valeh müəllimlərin çox böyük xidmətləri var. Allah onlara rəhmət eləsin. Çox böyük xidmətləri var. Bunu xüsusilə qeyd etmək lazımdır. Valeh müəllim çox möhtəşəm bir kənddəndir. Darvaz kəndi, indi deyəsən Nəsmi bəy dedi, Mehralı bəy kimi bir tarixi şəxsiyyət yetirdiyinə görə kifayətdir ki, ömrü boyu fəxr eləsin ki, mənim belə bir şəxsiyyətim var. Yəni, Mehralı bəy o qədər öyrənilməmiş bir, mən gedib Sivasda o adına verilən kəndləri, zatları hamısını ziyarət eləmişəm. Deməli, bütün qohumlarla köçüb edib yaşayıblar orada və kənd salıblar. Deməli, Mehralı bəy əgər yaxşı bir tədqiq olunsaydı falan, Valeh bəyə qədər elə bir ciddi yazılmamışdı. Sözünüzü mən vaxtilə onunla bir film çəkmək istəyirdim. Nəsə alınma, çəkə bilmədim. TRT ilə danışmışdım. Və TRT də mənə deyirdi ki, Mehralı bəy sizə nə dəxli var? Mehralı bəy bizim qəhrəmandır. Allah'ımız haqqı. Deyirəm, necə sizin qəhrəmandır? Deyirəm, o hələfdəki qəhrəmanlıqlar Osmanlı dövründə, sonra Atatürk dövründə gəldiyi falan bizim qəhrəmandır falan. Deyirəm, ki, bizdən gəlmədi, darlasılar. Heç o tərəflər axtarmırlar, onları araşdırmırlar da. Yəni, elə bir kəndin, elə bir qəhrəmanlığın, elə bir, mən deyərdim ki, tarixi zirvədə olan insanların kəndindən, ocağından belə bir adam yetişməlidir, ayrı söhbət ola bilməz və görünür, boş da bildi ki, onu tarixləşdirdi Mehralı bəyin həyatını. O kənd bircə Mehralı bəy, bircə də Valeh bəy yetirsəydi, kifayət eləyərdi ki, tarix boyu Darvaz fəxr eləyə bilərdi ki, belə bir alimin var, belə də bir qəhrəmanım var. Mən burada bu sözləri ona görə deyirəm ki, biz oxuyanda Sovet dövründən danışıram. Rəhmətli bizim müəllimlərimiz Şirmət Hüseynovsa sonra belə bir dəstək saldılar. Sənət və sənətkarlar, sənətkarlıq. Yəni, sənin yazdığın özünsənmi? Sən nəyə millətə, xalqa ötürürsən, nəqs edirsənsə yazılarında, sən özün kimsən? Bunu Tolstoyun timsalında çəkirdilər ki, Tolstoy Hacı Muradı yazanda Çar xahiş edib ki, yazma. 10 ilə yazıb onu. Bir neçə də məktub göndərib, adam göndərib ki, yazma. Tolstoy da bir məktub yazıb, cavab yazıb ki, Rusiya böyükdür, amma ədalət ondan da böyükdür, yazacam və yazıb. Yəni, yazdığı adamdır. Əsəri necə, hansı məziyyətlərini yazırsa, özünün mənəviyyatı da odur, özünün yüksəkliyi də odur. Bax, Valeh müəllim yazdığından da yüksəkdir, o adamdır. Şəxsiyyətinin, vətəndaşlığıyla odur. Burada hörmətli Hikmət müəllim dedi, mən o mövzuya toxumaya bilmərəm ki, yəni yeni Azərbaycanlı obrazı gibi. Bu bizi hamımızı sevindirir. Bəli,
Gürcüstanda yeni Azərbaycanlı obrazı bizim hamımızın qohum əqrabalarımız yaşayır. Gedirəm, mən də görürəm. Gürcü dilində oxuyurlar, yaxşı oxuyurlar, inteqrasiya olublar, bu və digər təşkilatda işləyirlər. Bunlar çox yaxşıdır. Amma inandırım sizə, onların tam böyük əksəriyyəti Azərbaycan dilini unudur. Azərbaycan ədəbiyyatından xəbərsizdilər. Azərbaycan mühitindən xəbərsizdilər. Və bunu tam belə açıqca deyirəm ki, elə bir Azərbaycana məhəbbətdən də biraz uzaqlaşıblar. Bunu açıq söyləmək lazımdır. Və burada onların yox, həmişə onlarla daimi işləyən Azərbaycan institutlarının çox böyük günahı var. Bax, mənim sorumda gəlib bir gün burada diaspora komitəsi oturacaqdı. Amma gəlib gəliydik, iştirak edib. Buradadır. Bu bunların işləridir. Bu bunların işləridir. Onların Azərbaycana qarşı bu və digər deməli iradları, təklifləri, nələri varsa, onları öyrənib heç vaxt Azərbaycandan qopmağına imkan vermək olmaz. Amma bu var. Siz təhsili dediniz, burada təhsilin də rolu var. Gürcü dilində oxuyurlar, Gürcü dilində oxuyana qapılar açıqdır, çox yaxşı filan bir. Amma bunun biraz milliliyi var, o millilik burada axsayır. Bax, bunu xahiş edirəm ki, bizim həm hörmətli deputatlarımız, həm hörmətli diaspora bunları nəzərə alsınlar. Və bir şey də özümüzü anlatmayaq. Bir 7-8 ildə, 10 ildən sonra uzağı Borçalının bir ərazi vahid kimi Gürcüstana verilməyinin 300 illiyi olacaq. Yəni, hamınız bilirsiniz ki, bu Nadir Şahın dövründə olur falan, 300 il olur. 300 ilin özü balaca bir müddət deyil, böyük bir müddətdir də. Ən azından 300 ildir bu yerin adı Borçalıdır. Bu 300 hələ sənə təhvil veriləndə olub Borçalı adı olub. Ondan sonra qəza şəklində, sultanlıq şəklində filan, Sovet dövründə də. Amma çox təəssüf eləyirəm ki, bizim hörmətli Gürcü dostlarımızın bir çoxu Qarapapaq sözündən, Borçalı sözündən səslənirlər. Elə bir orada bir separatizm axtarırlar, elə bir orada bir vahim axtarırlar. Onları başa salmaq lazımdır ki, bu belə deyil və heç vaxt olmayıb olmayacaqdır. Bu 300 il ərzində bir nəfər qalsın desin ki, Borçalı əhalisi Gürcüstanın müstəqilliyinə, Gürcüstanın suverenliyinə qarşı çıxıb olmayıb belə bir şey. Yəni biz heç vaxt separatist duyğularla yaşamayan bir xalqıq. Ona görə bu bizim indi adımızı da mı dəyişək? Qarapapaq adından mı imtina eləyək? Borçalı adından mı imtina? Niyə imtina eləməliyik ki? Bizim bir SSR dövründə Sergey Lapin adında uzun danışdım, üzr istəyirəm. Sədrimiz vardı Moskvada. Bunu o vaxtlarda xaricdə getmək o qədər dəb olan deyildi. Bunu göndərdilər, Parisə göndərdilər ki, geçsin orada televiziyaların mübadiləsinə verişdən. Səfər ərəfəsində bunu geri qaytardılar. Dedilər ki, Lapin sözü fransız dilində çox biədəb səsləri, oraya görə getməsin. Familiyası biədəbdir. İndi bu sözün Gürcü dilində tərcüməsi nədir ki, sən bunu xoşlamırsan? Qarapapaq sözü Gürcü dilində tərcüməsi nədir? Borçalız. Mən bunu belə bu inqilab ruh şəklində yox, nə bilim, mən bunu etiraz şəklində yox, elə vali hacıların formatında Gürcü dostlarımızla mən hesab edirəm ki, müzakirə edib onlara başa salmaq lazımdır. Biz onların əbədi 1000 illərlə yaşamış sakinləriyik, 1000 illər bundan sonra da yaşayacağıq. Heç yana da getmək fikrimiz yoxdur. Şükür Allaha məktəblərimiz işləyir falan. Amma müəyyən çətinliklərimiz var. Başqa bölgələrdən, başqa ölkələrdən göz dikənlər var. Onların da niyyətlərini gözlərində qoyacaq və vali hacıların ruhu həmişə şad olacaq inşallah. Sağ olun. Sağ olun. Kamran Bey, təşəkkür edirəm. Doğrudan burada çıxışlar çoxaldıqca vali hacılar haqqında söz demək imkanı da azalır. Ona görə ki, hamımız bir-birimizi təkrar eləməli oluruq. Ancaq yenə də bir-iki kəlmə mən qeyd eləmək istəyirəm. Vali hacılar Gürcüstanda Tiflis elmi, mədəni, ədəbi mühitində böyümüş və o mühitin bütün üstün cəhətlərini özündə birləşdirən bir görkəmli şəxsiyyətdir. Bu, gəlin hamımız boynumuza alaq ki, Tiflis mühiti Azərbaycan və yaxud da Bakı mühitindən xeyli dərəcədə zəngin idi, həm də qədim idi, həm də ona görə ki, Qor müəllimlər seminariyası orada demək qərar tutmuşdu və orada daha çox ziyalılıq, daha çox obyektivliyə əsaslanırdı və bu mənada demək
Valih Hacıların da bütün araştırmalarında, fəaliyyətində bu ziyalılıq, bu özünü göstərirdi. Mən Valih Hacıları bir tədqiqatçı kimi klassik tədqiqatçılar sırasına aid edirəm. Yəni, elə yenə 20-ci əsrin əvvəllərində Azərbaycan yazıçılarının həm maarifçilik funksiyasını öz üzərinə götürdüyünü, həm də bütün sferalarda xalqı ilə yaxın olan, milli yaddaşı yaşadan bir tədqiqatçı kimi onu mən gördüm və bütün yazılarında da bu şəkildə mən onu görürəm. Mən əlbəttə demək ki, Valih Hacılarla çox təəssüf ki, cəmi bir dəfə görüşmüşəm. Bəlkə də burada ən az görüşənlərdən biri mənəm. 1986-cı ildə Elmlər namizədi demək dissertasiyasını müdafiə edəndə Ədəbiyyat İnstitutunun məşhur dəhlizində biz görüşdük. O Tiflisdən gəlmişdi və məlum oldu ki, mən müdafiə ərəfəmdir. Fevral ayında gərək ki, yanvar ayıydı bəlkə də biz görüşdük. Avtoreferatı məndən istədi. Əvvəlcə bir söhbət elədik. Məlum oldu ki, biz ikimiz də eyni yerdənik. Bizim kəndlə, yəni Azgəliyən kəndi ilə Darvaz kəndi arasında cəmi bir meşə var. 6-7 kilometr olar və bir dərə var. Ona biz Darvaz dərəsi deyirik. Yəni Darvazla Gəliyən arasında çox yaxın bir məsafə var. Və bu şəkildə tanış olduqdan sonra demək, həm də dedi ki, mən Apaxundov bitirmişəm 73-cü ildə. Mənim böyük qardaşım Novruz da 73-cü ildə Apaxundov bitirmişdi. Belə bir 5 dəqiqəlik söhbətdən sonra söhbət Tiflisdən keçdi və Emin dayım o vaxtı radionun baş redaktoruydu. Bu da yəqin müəyyən təsir göstərdi. Dedi ki, avtoreferatını verərsən, mən verdim avtoreferatı. Ancaq heç bilmirəm, avtoreferata rəy lazımdır, ya nəsə lazımdır. Ancaq cəmi bir 10 gün keçmişdi, mənə elmi katib dedi ki, Gürcüstandan sənə rəy gəlibdir, avtoreferatına rəy gəlibdir. O zaman avtoreferata rəy vacib şərtlərdən biri idi və çox sevindim və heç mən gözləmədiyim halda Valih Hacılar mənim avtoreferatıma Tiflisdən rəy göndərmişdi. Yəni, Respublikadan rəy daha yaxşı idi, ancaq kənardan rəylər daha yaxşı idi və bu mənada mən Valih Hacıların sonraki fəaliyyətini həmişə izləmişəm, onun yazılarını, onun şeirlərini, demək, tədqiqatı müxtəlif istiqamətlərdə tədqiqatlar aparırdı. Yəni, o, yenə deyim, o 20-ci əsr ziyalıları kimi onun istiqaməti müxtəlif idi, hər tərəfli idi, əhatəli idi. Belə deyim ki, onu mən daha çox belə Gürcü-Azərbaycan ədəbi əlaqələr kontekstində öz yerini tapan və bu sahədə çox böyük töhfələr verən bir araşdırması kimi görürəm və bu şəkildə qiymətləndirirəm. Ona qədər rəhmətlik Dilara xanım Əliyevanın müəyyən tədqiqatları var idi. Dilara xanım Əliyeva ilə demək bir Gürcü tədqiqatçısı var idi. Onlar həmişə qoşa belə gah imza ilə çıxış edirdilər, araşdırmalar aparırdılar. Bu mənada mən düşünürəm ki, demək, Valih Hacılar o səddi tək başına keçdi və tək başına həm Gürcü ədəbiyyatı, həm Azərbaycan ədəbiyyatının qarşılıqlı əlaqələr kontekstində araşdırmalar apardı. Yəni, bir tərəfdə Gürcü bir müəllif, o bir tərəfdə bir Azərbaycanlı müəllifin qarşılıqlı araşdırmalar olmadı. Valih Hacılar hər iki missiyanı öz üzərinə götürdü və bu mənada Valih Hacılar həm də mənim nəzərimdə iki şəxsiyyət idi. Yəni, bu missiyanı yerinə yetirən, həm demək, Gürcü dilində çox yaxşı bilirdi, araşdırmalarını aparırdı və həm də Azərbaycan dilində bu araşdırmalarını aparırdı. Düşünürəm ki, Valih Hacıların araşdırmaları demək, yenidən tədqiq olunmalıdır. Bayaq hörmətli Hikmət müəllim dedi və əsərləri dərc olunmalıdır. Mən demək, Qars Qafqaz Universitetində işləyəndə orada Mehral bəyə orada heykəl də qoyulmuşdu. Orada onun haqqında, Mehral bəy haqqında çox böyük demək,
təsəvvür var və onun haqqında adına məktəb var və bu məktəbin adlandırılması hamısında demək Valeh Hacıların da araşdırmalarının müəyyən rolu olmuşdur. Mən düşünürəm ki, Valeh Hacılar Azərbaycan ziyarlığını iki ölkədə, daha doğrusu üç ölkədə, həm də Türkiyədə, onun fəaliyyətinin böyük bir hissəsi Türkiyədə olubdur və Türkiyədə onu daha yaxşı tanıyırlar. Çingiz Al Yılmaz demək onun adına bir vəqf qurubdur və düşünürəm ki, bu üç ölkədə Valeh Hacıların həm araşdırmaları vardır, həm də onun belə deyim ki, müəyyən obrazı formalaşıbdır. Mən bu görüşü təşkil edənlərə, bu anım gününü təşkil edənlərə təşəkkür edirəm və bir daha Valeh Hacıların ruhu şad olsun deyir. Sağ olun. Və Tiflis ədəbi mühitində Mirzə Şərif Vazehin Tiflisdə yazılmış şeirləri, niyə bunu qeyd edirəm? İsmail müəllim çıxış eləndə dedi, Gürcü dilinə böyük inteqrasiya var, lakin Azərbaycan dili unudulur. Doğrudan da bu faciədir. İnteqrasiya var, Azərbaycan dili, Azərbaycanın dahi şəxsləri, yazarları, bizim folklorumuz da, dastanlarımız da bəzən onlardan soruşanda onlara yad gəlir. Ancaq Mirzə Şərif Vazehin nəğmələri Bodenstedt tərəfindən Almaniyada çap olunan nəğmələr əsəri məhz Tiflisdə çap olunmuşdu və bunun haqqında da geniş söhbətlər olurdu Valeh müəllimlə. Eləcə də Azərbaycan dramaturgiyasının əsası da Mirzə Fətəli Axundov tərəfindən Tiflisdə qoyulmuşdu, Tiflis ədəbi mühitində. Həm mətbuatımızın, milli mətbuatımızın sərgilənməsi, maarifçiliyimizin yayılması, Əkinçi qəzeti Tiflis ədəbi mühitində qoyulmuşdu. Cəlil Məmmədquluzadənin satirik Molla Nəsrəddin jurnalı və Molla Nəsrəddin jurnalına ünvanlanan, Azərbaycanda çapı həmin dövr üçün mümkün olmayan, belə deyək, hop-hopnamə, elə həmin o şeirləri daşıyan hop-hop yerişli uşağın adıyla altında çap olunduğunu elə Valeh müəllimlə həmin söhbətlərdə xatırlanır, danışılır və danışdıqca da həmin şəxslərin davamçısı kimi Valeh müəllimi Tiflisin o gözəl küçələrində gəzən bir ziyalı, bir dahi görünürdü və həmin ziyalının o Tiflisdə olması neçə təkcə elmi fəaliyyət yox, pedaqoji fəaliyyətindən də bir neçə şəxslərlə söhbət etdikdə görürük ki, Valeh müəllimin nə qədər yitirmələri var, nə qədər ərsəyə getdiyi ziyalılar var. Bu Valeh Hacıların ümumi fəaliyyətini götürəndə əlbəttə ki, burada geniş çıxışlar oldu və o çıxışların əsasında ondan sonra çıxış qurmağın özü çətinlik törətsə də, amma Valeh Hacıların fəaliyyət dairəsi o qədər geniş olub ki, və hər kəs özünə oradan müəyyən qədər çıxış götürə bilər, elə bilirəm. Əsasən yaradıcılığını elmə, eləcə də folklora həsr edən Valeh müəllimin fəaliyyətində folklor təkcə belə deyək, nağıllar, dastanlar, aşıq yaradıcılığından ibarət yox, bir xalqın əsasən tarixi, bir xalqın milli mənəvi kökə bağlılığından söhbət gedirdi. Bayaq hərəşənin ocağından tutmuş ən sadə, yəni o ocaqda olan külün müalicəvi inancından tutmuş, Volqa ilə Dunay arasında türk igidlərinin, belə deyək, dəmir donlu igidlərinin həmin yerdə qurduqları, vuruşduqları türk mədəniyyət coğrafiyasına qədər Valeh Hacıların belə yazıları belə əhatə edirdi və folklordan söhbət elədik. Yalnız oxumaq, yaratmaq, dinləmək üçün yox, əsasən də
folklorda o inancların, laylaların, oxşamaların bəlkə də biz indiki dövrdə bir çox şey unudulur. Kompüterləşən, sosial şəbəkələrin sürətli inkişaf elədiyi dövrdə nələr? Laylaların ən çox unudulduğunu, o folklorumuzun unudulduğunu görürük. Bu folklorumuz bizim, xüsusən həm Borçalı insanının, həm də eləcə də Azərbaycan xalqının, Türk xalqının folkloru genetik kodumuza bağlıdır. Hər bir millətin özünün, yəni tibbi baxımından araşdırmada görürük ki, milli genetik kodları var. Əgər insan öz genetik kodunun üstündə formalaşmırsa, o gələcəkdə hansısa ağırlaşmalarla, zədələrlə müşayiət olunacaq. Bu tək şəxsdən söhbət getmir. Həmin folklora bağlılıq, genetik koda bağlılıq, o laylalar bizim həmişə beşiyimizin başında belə filmlərdə də var, ana laylalarının çalınması və yaxud da hansısa bir havanın çalınması, oxşamanın çalınması o bizə əsrlərdən bəri analardan, nənələrdən ötürülən onların heç özünün də xəbəri olmadan bizim canımıza, qanımıza yeridilən genetik kodumuz olub. Və mən Valeh Hacılar yaradıcılığında bax bunu da tapmışam. Həmin o laylaların keçməsin. Çünki indi bir həkim kimi deyirəm ki, körpə uşaqları xəstəxanaya getdikdə ana laylasından bəzən kirimir, yad musiqilərlə sakitləşirlər. Və o yad musiqilər bizim genetik kodumuzda. Genetik kod dedikdə bizim milli dövlətçiliyimiz, elə də Türk dövlətçiliyi ailə institutlarının üzərində qurulubdur. Və ailə institutlarımız sözsüz ki, hər bir üzümüzə gülümsəyən dövlətlər də ailə institutlarımıza təcavüz fikri də ola bilir. Və bunun üçün bizdə həmişə ailə institutlarına müdaxilə elə genetik koddan da başlaya bilir. Yəni o layladan da laylamızı da dəyişirlər, münasibətimiz də dəyişirlər, inancımızı da dəyişirlər. Həmin inanc ailədəki olan bu rəvayətlər, Valeh müəllim yazdığı rəvayətlərdə də görünür. Həmin o yoldaşının xanımının yanına getməsi, onların qəbul edib etməməsi, ancaq xanım bəy münasibəti bizim ailələrdə olub. Və o da genetik koddan irəli gəlib. O da laylalardan əmələ gəlib. O da bizim bəlkə də oxşamalardan, sadə baxdığımız nüanslardan irəli gəlib. Valeh Hacıların məsələn, o folklorunda mən təkcə bir aşıq yaradıcılığını dinləmirdim. Həm də bu, bax, o laylaların, oxşamaların mənasını bir qədər araşdırmağa çalışırdım. Valeh Hacılar həm də şair kimi gözəl, ilhamlı bir şəxsiyyət idi. O torpağına, elinə, ümumiyyətlə Türkün mədəniyyət coğrafiyasına bağlı bir insan idi. O darvaza yazdığı şeirində təkcə onu darvaza yazmırdı. Və eləcə də Qarayaziyə yazırdı, Borçalıya yazırdı, Başkeçidə yazırdı, Bolsa hər bir sahəsinə yazırdı. Sən mənim torpağım, bin bərəkətim. Elə bin bərəkət sözü bəlkə bizdən başqa bölgələrdə də yoxdur. Sən mənim torpağım, bin bərəkətim, mən sənin bir zərrə qəbir daşınam. Sən mənim əbədi bir məmləkətim, mən sənin əbədi vətəndaşınam. Yəni, torpağa bağlılığını, sevgisini, o qəbir daşından belə əbədi, orada doğrudan da vətəndaş olduğunu, canlı olduğunu göstərirdi. Həm də beləcə doğulur şair deyə o sadə sözlərlə böyük bir fikirləri ifa edirdi ki, həm də elmin, amalın, borçallığın yaşanmasını Valeh Hacılar qələmdə göstərirdi. Valeh, qüdrət qələmdədir, haqq deyəni
qələm dedi. Çox çalışdı, silənmədi sözü dünya. Bəli, Valeh Hacılar sərhədimizdən uzaqda özünün dediyi kimi doğma yurtda, obada, eldə yaşasa da öz sözünlə, söhbətinlə, elminlə qəlblərdə qaldı. Və bu gün də hələ çox araşdırılması elə bilirəm yaradıcılıqları var. Fəxri Valehoğlu sağ olsun. Bugün onun davamçısıdır və onun daha kiçik davamçısı Valeh Hacılar zirvəsinin pillələrini bugün də addımlayan Valeh Fəxroğlu da bugün çox inamla, şücaətlə bu yolu gedir. Ona da can sağlığı babası kimi daha şöhrətli, daha qüdrətli bir şəxsiyyət olmasını arzulayıram. Valeh Hacılara bütün yeri işıq olsun. Allahdan rəhmət diləyirəm. Valeh müəllimlə bizim əlaqələrimiz ümumiyyətlə demək olar ki, həmişə o sağ olana kimi, vəfat edənə kimi demək olar ki, əlaqələrimiz heç vaxt kəsilməmişdi. Həmişə bir-birimizə demək olar ki, zəng eləyirdik və yaxud o görüşəndə vəziyyəti soruşurdu. Bir dəfə dediyim fikri nə idi, biraz yadımdan çıxdı. Sadəcə onu demək istəyirəm ki, Valeh müəllim bizim formalaşmağımızda, bizim yetişməyimizdə əməyi keçən bir insan olubdur. Və mən çox şadam ki, məhz Valeh müəllim mənim müəllimim olub və Valeh müəllimin ədəbi irsindən, onun yaradıcılığından bəhrələnmişəm. Hətta mənə o vaxt təkidlə israr elədi ki, sən Gürcü, Azərbaycan dastarlarında Gürcü motifləri mövzusunda diplom yazmalısan. Sonra da bunu çap elətdir, falan ellər, göstərir, verirdi ki, yaxşı yazıdır, nədir, dedim, ay Valeh müəllim, Allah mənlik deyil, bunları çap elətdirmək falan belə şeylərə ehtiyac yoxdur. Qutarıram Kəmran müəllim, qutarıram. Siz biləsiniz ki, burada Valeh müəllimin vətənpərvərliyindən, qayğıkeşliyindən, onun gördüyü işlərdən, nələrdən danışırıq, deyirik. Amma Valeh müəllimin bu tədbirlərinin belə keçirilməsi, yəni bu səbkidə keçirilməsi təqdirə layiq haldır. Amma Valeh müəllimi heç də unutmaq olmaz. Onun tədbirlərini elmi idarələrdə, fəxriyə də deyəcəm və təkliflərimi də verəcəm ki, yəni Valeh niyə deyirəm bunu da? Elmi seminar keçirmək lazımdır, konferanslar keçirmək lazımdır, respublika konferansları daha ətraflı öyrənilməlidir Valeh müəllimin yaradıcılığı. Necə olur? Türkiyədə bunun haqqında monografiya yazılır, disertasiya yazılır. Gürcüstanda falan qədər onun adına, Azərbaycanda isə onu çox nadir hallarda hallandırırlar, o da o sahə ilə məşğul. Bu yaxınlarda mənə kafedraya bir disertasiya işi gətirmişlər. Disertasiya işinin adı Aşıq Həsən Flankəsin həyatı və yaradıcılığı. Aldım, baxdım, belə vərəqlədim, gördüm ki, Valeh müəllimin monoqrafiyasıdır. Aşıq Hasan adlı monoqrafiyasıdır. Dedim, bu necə, yəni, necə belə iş ola bilər? Yəni, buradan buraya bildik, bilmədik, belə demək olar ki, böyük bir alimin, onun fəaliyyətini izləyən adamların bu cür elmi işi rəhbər təyin olunan adam və yaxud o ətrafda olan adam bilmirlərmi ki, bu adam bu monoqrafiya o qədər vəziyyətlə başa gəlib, gedib o bölgəni addım-addım gəzib, zəhmət çəkib, qeydiyyatlarını götürüb. Sən götürüb hazır bir işi gətirib disertasiya kimi təqdim edirsən və təbii ki, o iş o kafedrada mən dedim, fikrimi də bildirdim, oradan keçməyəcək, keçsə də tamam dəyişilmiş formada olacaq və bu işlərdə demək olar ki, Valeh müəllimin əməyini yerə vurmaq olmaz və belə şeyləri demək lazımdır, araşdırmaq lazımdır ki, Valeh müəllimin əməyi həmişə öz bəhrəsini, öz əməyinin qiymətini alsın. Bilir, o hər Bakıya gələndə, əvvəllər mən Darvazda olanda orada, sonra Bakıya gələndə də qohumlarından çox mütləq məni axtarırdı, görüşürdük. Yaxşı dərddaş idi, yaxşı söhbətlər eləyirdi. Valeh müəllim o ziyalılardan idi ki, Gürcüstanda bütün təbəqələr eyni dərəcədə qəbul eləyirdi. Bəllidir ki, 90-cı illərdən sonra Gürcüstanda bu ictimai-siyasi vəziyyət dəyişdikdə və bu bizim Azərbaycanlar arasında da
nisbətən təbəqələşmə gətirib çıxartdı. Amma bütün təbəqələrdən olanlar hamısı Valeh müəllim eyni dərəcədə qəbul edirdi. Təsadüfi deyil ki, Valeh müəllim özü Gürcüstan Azərbaycanlıları arasında bir ziyalılar cəmiyyəti yaratmışdı. Özü də onun sədri idi. Və çox təəssüflər olsun ki, Valeh müəllimdən sonra o cəmiyyət də demək olar ki, fəaliyyətini dayandırdı. Valeh müəllimin alim kimi, pedaqoq kimi, şair, ictimai xadim kimi fəaliyyətindən danışılır, danışılacaq. Razim müəllim qeyd elədiyi kimi Türkiyədə daha çox tədqiqatlar aparılıb. Mən bir şey vurğulamaq istəyirəm ki, Valeh müəllim əgər heç nə yazmasaydı, təkcə Mehralı bəyi həm Azərbaycanda, həm Gürcüstanda daha geniş miqyasda tanıtmağı kifayət eləyirdi ki, onun xidmətləri qiymətləndirilsin. Valeh müəllimin ən böyük xidmətlərindən biri də onun bir şair kimi gənclərə təsiri idi. Valeh müəllimin təsirindən Gürcüstanda bir ədəbi gənclik, ədəbi nəsil formalaşdı demək olar. Və onun şeirləri də sanki folklor idi. Valeh müəllim təmiz adam idi, duru adam idi. Görünür, burada həm də onun doğulduğu kənd, böyüdüyü təbiət rol oynayırdı və şeirlərində də deyirdi ki, mən ki su içmişəm quyu bulaqdan, durula-durula gedərəm nələ. Həddən artıq sevirdi o doğma kəndi və tərənnüm eləməkdən də doymurdu. 40 bulaq gözəldir, mən hardan alım, baxıb oxşamağa 40 gözü nənə deyirdi. Yəni doymurdu o təbiətdən. Son olaraq mən vaxtı çox almaq istəmirəm, yenə də dinləmək mənə xoşdur. Ona görə bir şey deyim, dünyadan doğrudur, vaxtsız getdi, amma şeirlərinin birində deyirdi ki, dünyadan gedərik, izimiz qalar, söhbətimiz qalar, sözümüz qalar. Nə qədər yansaq da, külə dönsək də, hardasa, kül altda közümüz qalar. Onun közü büyün, sadəcə kül altda qalmayıb. Onun qoyduğu, yandırdığı ocaq daha gür yanır, daha çox biz onun faydasını görürük. Həm elmi fəaliyyətindən, qoyduğu ədəbi irsi ilə, elmi irsi ilə o ocaq büyündə yanmaqda davam eləməkdədir və həm də övladlarınla. Çingiz Aytmatovun əsərlərinin birində belə bir cümlə var, deyir ki, insanların cəmiyyət üçün görə biləcəyi ən böyük iş ailəsində ləyaqətli övladlar böyütməkdir. Yəni, cəmiyyət üçün heç nə eləyə bilmirsənsə, heç olmasa ləyaqətli övlad böyüt. Valeh müəllimin ruhu şad olsun, xoşbəxtliyi oradaydı ki, həm öz fəaliyyətindən cəmiyyətə bir töhvəsini verdi. Həm də özündən sonra qoyduğu bu övladlarla. O övladlar ki, Fəxri, hamınız tanıyırsınız, professordur, özünün fəaliyyət istiqaməti əsasən başqa olsa da, atasının tədqiqat yolunu da davam elətdirir. Namiq, Azərbaycan Əməkdar mədəniyyət işçisidir, Tiflisdə bizim mədəniyyətimizin keşiyində durur. O ocaq, yəni, daha gör yanmaqdadır. Mən Valeh müəllimə yenə ruhun şad olsun deyirəm, Allahdan rəhmət diləyirəm, o övladlarına daha uğurlu günlər arzulayıram, ocaq bundan sonra da daha gür yansın. Sağ olun, təşəkkür ederim. Çoxlu kitablar nəşr olunmuş, hətta onların təqdimatlarını da eləmirdi. Deyirdi, növbəti kitabı yazım, sonra bir hesabat tədbiri keçirərəm, hamısını bir yerdə eləyərik, təkliflər olanda. Amma o dünyasının dəyişəndən sonra gördüyümüz odur ki, o unudulmur. O elə 5 ildən bir, hər il onun adı anılır, tədbirlər keçirilir. Müxtəlif təşkilatlar, müxtəlif qurumlar onun xatirəsini ehtiramla yad edirlər. Bu da onu göstərir ki, Valeh Hacılar yaşadığı ömrü dəyərlə yaşayıb, şərəflə yaşayıb, ləyaqətlə yaşayıbdır. O yaradıcılığına diqqət yetirəndə artıq Valeh Hacılar dünyasını dəyişəndən sonra onun bir neçə kitabları da nəşr olunur. Yəni bu il Valeh Hacıların Nizami müəllim Atatürk mərkəzi onun
Mehralı bəy kitabını Latin əlifbası ilə 25 il sonra yenidən nəşr edəcək. Folklor İnstitutunda yeni bir monoqrafiyası nəşr olunacaq. Türkiyədə bir kitabı yayınlandı, daha bir kitabı çapa hazırlanır. Sadəcə bir il içərisində 14 kitabı görürük ki, yayınlanacaqdır. Valih Hacılar özü həmişə o həyatda ikən öz dəyərini almayan insanlarımızı, böyüklərimizi bizə tanıdıbdır. Mehralı bəy bizə qazandırıbdır. Bizim qaçaqlıq hərəkatında məşhurlaşan qaçaqlarımızı bizə təqdim edibdir. Valih Hacılar Xəstə Hasanı, klassik aşığımızı, türk dilli neçə gürcü aşığını bizə qazandırıbdır. Və bugün biz geriyə baxanda görürük ki, Razim müəllimdir. Bu əlində diktafon, mikrofon, maqnitofon, o Ağarkələk bölgəsini gəzməsə, o dərin zəngi xəzinəni toplamasa, biz nə qədər böyük bir mənəvi, mədəni sərvətdən məhkum olmuş olardıq. Çünki vaxtilə o bölgədə yaşayan, o bölgədə türk ruhunu, türk dilini, türk mədəniyyətini daşıyanlar artıq həyatda yoxdular. Yeni bir nəsil gəlib, o nəsil də türk dilini bilmir, o babalarından qalma o xəzinəni özlərində daşımırlar. O burada tələbələri əyləşib, o tələbələri ilə folklor ekspedisiyalarına gedib bizim ucqar kəndlərimizdən o folklor xəzinəsini toplamasa, biz nə qədər böyük bir sərvətdən məhkum olmuş olarıq. Doğrudan da hər şeyin bir vaxtı var idi və şükür ki, o həmin o zamanlar Talih Valih Hacıları o bölgəyə saldı və o sərvəti o toplaya bildi. Orada yaşaya-yaşaya toplaya bildi. Çünki ona 90-cı illərdən Türkiyədə bizim öz arxivlərinə baxıram, çox nüfuzlu universitetlərdən dəvətlər var idi. Gürcüstanda siyasi-ictimai vəziyyət ağır idi, amma o Gürcüstanda yaşamağı üstün tutdu. Çünki o böyük ürək sahibi idi və o bir ürəkdə həm Borçalı Gürcüstan sevgisini yaşadırdı, həm Azərbaycan sevgisini yaşadırdı, həm Türkiyə sevgisini yaşadırdı, böyük türk dünyası sevgisini yaşadırdı. Bunu böyük ürəyə malik olan insanlar eləyə bilər. Və şükürlər olsun ki, bugün Türkiyədə, Azərbaycanda, mən özüm bir alim kimi qatıldığım bütün tədbirlərdə elə mən biraz müvahiləsiz deyirəm. Hər yerdə onu tanıyan, onun yaradıcılığını bilən bilim adamlarından qarşılaşıram. Valih Hacılar qədir bilən xalqımız, toplumumuz tərəfindən unudulmayıb, inşallah unudulmayacaq da və biz hər zaman onun övladları kimi ona dəyər verən bütün hamıya öz minnətdarlığımızı bildiririk. Bu tədbirin təşkilatçılarına, Elmlər Akademiyasına, onun rəhbərliyinə, Milli Elmi Kitabxana, Mərkəzi Elmi Kitabxanaya, xüsusən Soydaş İctimai Birliyinə, Kamran müəllimə təşəkkürümü bildirirəm. Sizin hamınıza bir daha minnətdarlığımı bildirirəm ailəmiz adından. Bizim aramızda oldunuz, dəyərli vaxtınızı ayırdınız və Valih Hacıları yad etdiniz. Təşəkkür edirəm.